Salam, hər vaxtınız xeyir olsun. Mən ingilis dili müəllimi Həcər. Bugün sizinlə 2025-ci ilin yeni dim toplusu, 9-cu siniflər üçün olan dim toplusundan birinci mətnin izahına baxacağıq. Qeyd edeyim ki, bu həm 9-cu siniflər üçün, həm də hal-hazırda 10-cu siniflər üçün keçərlidir. Çünki artıq 2027-ci ildən imtahana 11-ci siniflər üçün də bu tipli sualların düşməsi gözlənilir. Əvvəlcə gəlin mətnin tərcüməsinə baxaq, ondan sonra keçək suallara. The date palms are wonderful trees. Their fruit is the date which is sweet and brown. Deməli, date palm xurmadır. Deyir ki, xurmalar möhtəşəm ağaclardır. Xurma ağacları möhtəşəm ağaclardır. Onların meyvəsi xurmadır, hansı ki onlar da şirin və qəhvəyidir. People eat date, feed animals with it, use its hard parts to build houses, boats and make bags from its leaves. İnsanlar deyir xurmanı yeyir, onunla heyvanları yedizdirir və onun sərt hissələrindən ev tikmək üçün istifadə edir, ev tikmək, qayıq tikmək və üçün istifadə edir və onun yarpaqlarından çanta hazırlayır. They burn some parts of the date trees while cooking food. Onlar deməli xurma ağaclarının bəzi hissələrini yemək bişirərkən yandırırlar. Dates have a sweet taste and people can easily use them instead of sugar or candy. Deyir, xurmaların şirin dadı olur və insanlar asanlıqla şəkər və yaxud da konfet belə deyək, qənd əvəzinə istifadə edirlər. They also are a source of energy. Onlar həmçinin enerji mənbəyidir. Dried dates can be kept in cold, dry places for many months. Qurudulmuş xurmalar deyir, soyuq yerlərdə uzun aylarla qala bilirlər. It helps not to throw away the dates which are not used. O deyir, deməli istifadə olunmayan xurmaları atmamağa kömək eləyir. Yəni atmağa ehtiyac yoxdur. The date palms come from the Middle East. Xurma ağacları deməli Orta Şərqdən gəlir. According to the historical sources, 7,000 years ago, people there ate dates, made pictures of the date palms on their stone buildings. Deməli, tarixi mənbələrə görə 7000 il əvvəl insanlar xurmaları yeyirdilər və xurma ağaclarının şəkillərini daşdan olan binaların üstünə çəkirdilər. There are more than 2,700 kinds of date palm trees. 2700-dən çox xurma ağacı növü var. Today, Egypt, Iran, Algeria and Saudi Arabia are the largest date sellers in the world. Bugün İran, Misir, Algeriya və Saudi Arabistan dünyada ən çox xurma satanlardandır. But these regions don't have enough water. Amma bu regionlarda, yəni bu ərazilərdə kifayət qədər su yoxdur. It also shows that the dates can grow in difficult environmental conditions such as deserts. Bu da deyir, onu göstərir ki, xurmalar səhralar kimi ətraf belə deyək, çətin şəraitdə belə böyüyə bilirlər. Baxarıq birinci suala uşaqlar. The passage is mainly about deyəndə biz bilirik ki, mətin nədən bəhs edir sualıdır. Mətin təbii ki, gördüyünüz kimi xurmalardan bəhs edir və xurmalardan bəhs etdiyinə görə mən sizə demişəm ki, hansı varianta ki, yəni sözünü demək olur, həmin variantımız doğru variantdır. Baxın. Different sources of energy, müxtəlif enerji mənbələri. Uşaqlar, burada mənbələri olduğuna görə bu yanlış olacaq. Çünki müxtəlif enerji mənbələri çox şey ola bilər. İçkilər də ola bilər, qidalar da ola bilər, tərəvəzlər də ola bilər. Yəni, təkcə xurmadan söhbət getmir. Ona görə A variantı yanlışdır. Magnificent trees with fruit, meyvəsi olan möhtəşəm ağaclar. Baxın, doğru cavabımız bu olacaq. Meyvəsi olan möhtəşəm ağaclar, yəni xurmalar. Baxın. Bu doğru olacaq. Gəlin digər variantlara da baxaq, tam aydın olsun. Harmful features of date, demək xurmanın zərərli xüsusiyyətləri. Biz bilirik ki, mətndə əgər bir əşyanı ya da bir bitkini, bir varlığı tərifləyirsə, onun mənfisinə, onun pisinə danışan bütün variantları çıxmalıyıq. Deyir, xurmanın zərərli tərəfləri, söhbət təkcə xurmanın zərərli tərəflərindən getmirdi. Ona görə bu variantımız da yanlışdır. D variantında Deserts of Saudi Arabia, deməli, Saudi Arabistanın səhraları, səhralardan da söhbət getmir. And the biggest date sellers, ən böyük xurma deməli, satanlar, bu da deyildi. Yəni, düzdür, bunların adı mətndə çəkilir, amma mətnin bütövlükdə bundan bəhs eləmədiyini bilirik. Doğru cavabımız olacaq B variantı.
Daha sonra ikinci sualda there is a lot of sugar in dates, so uşaqlar bu tipli ümumiyyətlə mətn suallarını mətnin hamısını tam oxumadan da yazmaq olar. Necə? Baxın, there is a lot of sugar in dates. Biz buradan özümüzə bir dənə açar söz götürək. Sugar. Gəlin baxaq görək, həmin o sugar olan hissədə bizə nə deyir? Baxın, burada deyir ki, sugar olan hissə buradadır. Baxın, həmin cümləni oxuyuruq. Dates have a sweet taste, yəni xurmaların şirin dadı var. And people can easily use them instead of sugar. İnsanlar asanlıqla bunu şəkər əvəzinə istifadə edə bilirlər. Şəkər əvəzinə istifadə edə bilirlərsə elə A variantımız doğru olacaq. People can have them instead of candies. Yəni şəkər əvəzinə, instead of əvəzinə deməkdir, istifadə edə bilərlər. Üçüncü sualda false, yəni yanlış olanı istəyir bizdən. Baxırıq suallara. The date palms are used to build houses. Yenə də açar söz axtarırıq. Build houses olan hissə burada. Baxın, bu hissədə verilib. Use its hard parts to build houses. Deməli, ev tikmək üçün istifadə olunur. Bir doğru. Animals can't eat the fruit of date palms. Heyvanlar deyir, yeyə bilməzlər. İnkara, təsdiqə mütləq diqqət eləyin. Deyir ki, heyvanlar yeyə bilməzlər, amma bu hissədə deyir ki, people eat date, feed animals. Baxın, heyvanları yedizdirirlər. Deməli, bu yanlış olacaq. 3-də it's impossible to burn the date palm trees. Yəni deyir, xurma ağaclarını yetişdirmək impossible, yəni mümkünsüzdür. Gəlin baxaq görək, onu yetişdirmək yox, yandırmaq mümkünsüzdür. They burn, baxın, some parts of the date trees. Deməli, xurmaların bəzi hissələrini, xurma ağaclarının bəzi hissələrini yandıra bilirdilər. Deməli, bu da yanlışdır, çünki burada impossible, qeyri-mümkündür deyir. Və 4-də dates can grow in the deserts. Xurmalar səhralarda böyüyə bilir. Bu da doğru variantdır. Baxın, burada deyir ki, deməli, it also shows that the dates can grow in difficult environmental conditions such as desert. Yəni, səhralar kimi çətin şəraitli yerlərdə böyüyə bilirlər. Deməli, səhralarda böyüyə bilir. İndi 1 ilə 4 doğru variantdır, 2 ilə 3 yanlış variantdır. Bizdən yanlış istədiyinə görə doğru variantımız olacaq 2 və 3, yəni Y variantı. Daha sonra keçirik 4-cü suala. What does the history tell us about the date palms? Deyir, tarix bizə xurma ağacları ilə bağlı nə deyir? Uşaqlar, yenə history sözünü burada özümüzə açar söz götürək. Baxaq görək, history burada hansı tərəfdə var? Baxın. According to the historical sources, 7,000 years ago, people ate dates. İnsanlar deməli xurmanı yeyirdilər. Made pictures of the date palms on their stone buildings. Daş binaların üstündə onun şəklini çəkirdilər. Deməli, burada doğru cavabımız olacaq D variantı. Baxın. The ancient people drew pictures of date palms on the stones. Və 5-ci sualda choose the true statements according to the passage. Dried dates can be preserved for many months. Deyir, qurudulmuş xurmalar uzun aylar saxlanıla bilər. Bu var idi. Bunu bayaqlar dedik. Baxın, burada can be kept in cold, dry places for many months. Baxın, bu hissə var. İkincidə deyir, the largest producers of date palms are in regions with plenty of water. Uşaqlar, plenty of sözünün mənası çoxlu deməkdir. Burada deyir ki, ən böyük və xurma ağaclarını ən böyük istehsalçıları çoxlu suyu olan ərazilərdir. Amma baxın burada. Deyir ki, today Egypt, Algeria, Saudi Arabia are the largest date sellers. Ən böyük xurma satan ölkələrdir. But these regions don't have enough water. Amma bu ərazilərdə deyir, kifayət qədər su yoxdur. Deməli, bizim ikinci cavabımız yanlış olacaq. Çünki burada deyir, çoxlu suyu var. 2 yanlışdır. 3-də some people prefer date palms to sugar. Bəzi insanlar xurmaları şəkərdən üstün tutur. Bəli, bunu da az öncə dedik ki, burada deməli şəkər əvəzinə istifadə edirlər. Deməli, xurmaları daha çox üstün tuturlar. Onda 3-də doğru variant olacaq. Və 4-də Egypt and Iran grow over 2,700 kinds of date palms. Misir və İran, deməli 2700-dən çox xurma ağacı növü var Misir və İranda. Bu yanlışdır uşaqlar. Düzdür, burada 2700 ifadəsi var. Amma bu ona aid deyil. Sadəcə deyir ki, there are more than 2,700 kinds of date palms trees. Ümumiyyətlə 2700 deməli xurma ağacı növü var. Amma bizə demir ki, Misirdə və İrandadır. Sadəcə ondan sonra bir cümlə gəlir Misir və İran. Ona görə bir-birinə yaxın olduğuna görə qarışdıra bilərsiniz. Burada Misir və İranda yox, ümumiyyətlə 2700 xurma növü olduğuna görə
dördüncü də səhv olacaq. Doğru cavabımız olacaq 1 və 3. Bu qədər uşaqlar. Metin bu qədər idi. Bilirsiniz ki 4 sual qapalı sualdır. 5-ci sual bu tipli seçmə sualdır. Yadda saxlayın ki bu tipli suallarda bir variantı düz, bir variantı səhv yazsanız 0 baldır. Yəni ümumiyyətlə bal verilmir. Burada yarım bal söhbəti yoxdur. Əlavə sualınız olarsa rəylərdə qeyd etməyi unutmayın. Videonun davamına gəlməyini istəyirsinizsə bəyənib abunə olun. Hələlik.